Xəyanəti bağışlayarsınız. Allah heç kəsin başına gətirməsin. Heç kəs sabahından sığortalı deyil. Böyük danışa bilmərəm. Amma düşünürəm ki, mənliyim ona əl verməz. Bağışlaya bilmərəm. Heç olub bu xəyanət görmüsünüzmü qızlar? Mən özümə də çox maraqlıdır. Və yaxud da hal-hazırda o xəyanəti yaşayan varmı burada? Göz görə-görə həyatında xəyanət baş verir və buna göz yumur. Mənə çox maraqlıdır. Hal-hazırda məni izləyənlər içərisində elə bir xanım var. Var. Ay. Yazıblar var. Bəli, yaşayıram yazıblar. Bəs bilirsiniz, mənə çox maraqlıdır. Necə bir hissləri keçirdirsiniz? Yəni, nəyə görə həyatınızı elə birisi ilə davam edirsiniz? Sevilmədiyiniz yerdə necə durursunuz, qalırsınız? Yəni, pis anlamayın. Sizinlə mənə çox maraqlıdır ki, bir Allah Taala heç kəsin başına gətirməsin. İnsan özü yaşamadan onu bilə bilməz. Mən bağışlamaram. Mən yaşaya bilmərəm qızlar, evladım üçün. Amma evladınız düşünmürsünüzmü, sabah bir gün ailə həyatı quracaq, köçəcək və siz niyə görə bu əzablara qatlanmaq məcburiyyətində özünüzü hiss edirsiniz? Xəyanət edib ayrılmışıq. Baxın, belə xanımlar da var. Bağışlamayan xanımlar da var. Mən səhvmi düşünürəm bağışlamamağımda? İmkansızlıq. Niyə görə xanımlar öz ayaqları üzərində durmağı bacarmır? Niyə görə özünüzə güvənmirsiniz, mən eləyə bilərəm? Xəyanətin əhvi yoxdur. Mən səhvmi düşünürəm? Kimsə qınaya bilər məni, deyə bilər, hə, sən yaşamamısan və yaxud da sən bunu bilmirsən, ona görə belə danışırsan. Mən danışmıram, amma sadəcə olaraq maraqlıdır, yəni sizin fikirləriniz ki, nəyə görə? Ərin etmir indi, mənliyim var. Əgər mənim mənliyim olmasa, mən indi bu dəqiqə canlı açıb sizlərlə bu haqda danışmazdım. Əzizim mənim. Eləmir. Bilənlər bilir ki, eləmir. 7-24 saat mənim yanımdadır. Bir yerdədir bizim hər işimiz, hər şeyimiz. Olsa, yəni sabahdan sığortalı deyilik, bağışlamaram. Mama. Nəyi təbliğ edirsən? Biri yazıb, Elcan, deyəsən yoldaşıva çox xəyanət edirsən. İnşallah xəyanət eləyən kişilərin axırı yaxşı olmasın. O Elcan kimdirsə, yəqin həyat yoldaşına çox xəyanət edib, onu yandırdı bu sözüm. Elcan, əgər həyat yoldaşına xəyanət edirsənsə, inşallah yaşadığını yaşamadan bu dünyadan gözünü bağlayıb keçmərsən. Yaxşı mı? Qadınların göz yaşına səbəb olan kişiləri Allah